19 oktyabr keçirilmiş sınağı bir nəzər yetirək. Baxın, bu 10-cu sinifdir və dəyər yayınlarının sınağıdır. Hal-hazırda mən tutaq ki, sınavdayam və vaxtım yoxdur mətni tam oxumağa. Suallara baxa-baxa elə variantları tapmağa çalışıram. Gəlin bir yerdə tapaq. Baxın, heç vaxt birincidən başlamayın, mətnin əsas mənasından. Keçin 2-ni, 3-ü, 4-ü, 5-i eləyin. Avtomatik mətnin əsas mənası da ortaya çıxacaq axırda. Gəlin bir yerdə baxaq. 22-də bizə deyir ki, ikinci paragrafda olan hansı bir söz tam olaraq bu definition'ın mənasıdır. Yəni bu söz birləşməsinin mənasıdır. Baxaq. Bizə deyir ki, words written to be sing a song. Sözlərdir, mahnı oxumaq üçün yazılır. App proqramdır, proqramla mahnı əlaqəli deyil. Drum nağaradır, nağara musiqi alətidir, əlaqəli deyil. Club bildiyimiz klubdur, band bandadır, yəni musiqi komandası bandasıdır. Bir dənə lyrics qalır, heç baxmadan tapırıq cavabları. 23. Why does the passage say music can unite people? Mətndə niyə görə deyilir ki, mahnı insanları birləşdirir? Baxın, because everyone watches the same music videos. Çünki bütün insanlar eyni musiqi videolarına baxır. Sizcə bu uyğun gələr? Yəni insanların birləşməsində eyni musiqi mahnıları videolarına baxmağı normaldır, yəni düzgün cavabdır. Bəlkə də olar. Bunu hələ ki saxlayaq, deməyək. Because all students plays a guitar and drum. Çünki bütün şagirdlər gitar və drum, nağara ifa edə bilir. Xeyr, bu düzgün deyil. Elə şagird var ki, heç birini ifa edə bilmir. Yəni bu səhvdir. Baxın, burada only var. Buna heç oxumuram, avtomatik səhv qoyuram. Because a song is understood everywhere. Çünki mahnılar hər yerdə başa düşülür. Bu ola bilər. Because technology gives the free instruments. Çünki texnologiya pulsuz musiqi alətləri verir. Bu səhvdir. İndi qalırıq biz A və B arasında. B variantını daha çox yaxınıq. Çünki musiqi bütün ölkələrdə başa düşülür deyə biz insanları birləşdirir. Gəlin biz mətndə unit people sözünü axtaraq tapaq. Aha, baxın buralarda yoxdur. Bir söz gedin həmişə, heç hamısını oxumayın. Buralarda yoxdur. Burada people var, amma unit sözü yoxdur. Unity. Aha, baxın tapdım. Gördünüz bu hissə. Gəl cümləni oxuyaq. It can also unite people from different cultures because çünki a song is understood everywhere. Çünki mahnı bütün hər yerdə başa düşülür. Elə variantımız B-dir. Gəlirik bura. At school, students may, məktəbdə şagirdlər görə nə edə bilirlər? Listen to the radio or watch the TV shows. Sizcə